Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 22 sotun içində 8 otaq, 2 mərtəbə. Gəllə məndən. Çox gözəl bir evdir. Qiyməti isə özündən yaxşıdır. Harda? Masazırda düz yolun qırağında. Tam stolun düz yanında. Düz yanında 22 sot həyəti var. 22 sot 8 otaq. Həyəti göstərməyəcəm, gələndə özünüz görəcəksiniz. Yəni çünki həyəti göstərsəm mən gələ 1 saat orada danışam sizin üçün. Olur ki, boğazım yoxdur, yorulur. Bax, geniş həyətimiz. Belə təxmini bir dənə ağaclarınız adını göstər, ifsiyo. Bir dənə evin içini göstərək sizə. Köhnə tikili evlərdəndir. Yəni təzə tikili deyil, şəxsi tikili evdir, 2 mərtəbəlidir, 8 otaqdır. Qiymət də ki, ürəyiniz istədiyiniz. Evin içində sizə qiymətini deyəcəm. Bir dənə evin içinə girək. Sizə evin içində göstərəcəm. Ancaq çox otaqlar var ki, onu göstərə bilməyəcəm sizə. Çünki dinənliyə, çünki adamlar var. Ona görə onu özünüz gələndə görəcəksiniz. Bax, girdiniz birinci mərtəbədir. Bax, burada bir kuxnadır, burada bir otaqdır. Baxın, gəlin göstərim sizə. Kuxnada adam var, göstərə bilməyəcəm. Bax, burada da bir dənə otaqdır. Geniş, sonra. Bir dənə də otaq buradadır içində. Baxın, gördünüz. Sonra qalxırıq ikinci mərtəbəyə. Sonra qalxırıq. Yəni qalxırıq sizə ikinci mərtəbəni göstərməyə. Orada da otaqdır. Yəni gələndə özünüz görəcəksiniz. Belə yəni normal evdir, pis ev deyil. Yəni çox böyük geniş evdir həqiqətən də. Ben şəxsi tikilidir. Yəni bunun indi otaqlar var ki, göstərə bilmirəm də. Yenə deyirəm, yəni göstərə bilmirəm. Üzünüzü sayın, gələndə özünüz görəcəksiniz. Buraya göstərmək olur. Gedək. Burada belə bir geniş görürsünüz otaqları. Yəni bu 3-4 ailə içindir də, bilirsiniz. Geniş otaqdır. 2 dənə otaq buradadır. Burada geniş, yəni buranı zal da eləyə bilərsiniz. Yəni qiymətinə görə həqiqətən pis qiymət deyil. Burada da hamam samuzel var aşağıda da. Olan hamısını özünüz gələndə görəcəksiniz. Çox danışdım. Qoy qiymətini deyim sizə. Qiymət 300.000 manatdır. Sənədi isə bələdiyyə sənədidir. Qərarı zadı hamısı var. Düz yolun qırağındadır. Yəni makrellərdə alıb bunu tikib ev sata bilər. Problem deyil. Qiymətinə görə həqiqətən yaxşı qiymətdir. 300.000 verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə məndən. Sağ olun.